Maşın düşüb yola, fəqət tənha səs işi gəlir. O bərk pakkonun səsidir ki, yağışı maşının şüşəsindən silir. Bala mən bu ərtəşlərlə sözü açdım. Ki, xəbəriniz az yoxdur. Bu təmasdan deyə Allah köməkləri olsun. Tələbanın quşusu ilə hacağa zəh vurubdu mədəndə olanlara. Bu söhbət oldu, elə burada bizim sözümüz qaldı. Get-bəcət o mədəndən uzaqlaşdıqca caddədən ki, biz asfaltdan çıxdıq, düşdük Xaki Məsirə, kətlərə tərəf. Məsir qolaylaşırdı, yağış yağmışdı, bala su süzürdü o zığlıq caddədə, irtifada. Və qorxmalı bir səhnə idi. Gedisiz hələ bilmirsiniz hara gedisiz? Bilmirik hara. Teşin rayonundası özü də dedi. Dedi 3 məntəqədir. Biz gedirik Ərdəşirə. Nizami ilə də Sepah hərəsi özü bir bəxşə gedir. 40 dəqiqədən sonra da sütun mütəvəqqif oldu, dayandı. Qapını açdım ki, düşəm aşağı gördüm kamil zığdı hər yer. Bir tərəfimiz siz təsəvvür edin, dağ, şi betondur. Səmt rastda yenir dəriyə. Maşınlardan ki mən biraz fasiləşdim, aşağıdan suyun o şırıltı səsi gəlirdi. Quşu çıxartdım, nə qədər işıq salam gördüm, heç nə aşağı görüşür. İşıq salasan, yəni qəhvə tərin çırağı da salaydın, aşağı görüşmürdü. Nə üstü görürük. Fəqət elə biz o zığ caddəşə gedirik, oranı görürük. Özümün ürəyimdə diskinirdim, dedim heç bu bəndə xuduları da biz tapsaq, hətmən indiyəcə soyuqdan donublar. Bu yağışda, bu soyuqda.